bilirsən ki, yəni Goranboy rayon xəstəxanasında Arzu həkim deyib ki, qızdırmadan sudurqa keçirilib də, buna heç nə yoxdur. Mən də apardım, elətdirdim, gətirdim ki, beynində bu sıxılmalar var. Mənim uşağımın yatması üçün, müalicəsi üçün mənə köməklik göstərmirlər. Bir də xahiş edirəm ki, mənim uşağıma həm müalicə olunsun, həm də ki, 50 dərəcəsi verilməyini xahiş edirəm də. Səhiyyədəki çatışmamazlıqlardan şikayətçi olan vətəndaş övladına qrupa təyin edilərək pensiya kəsilməsini istəyir. Goranboy rayon Təhlə kəndində yaşayan Əliyev Emin Tahiroğlunu Media TV Azmedia qrupu təqdim edir, qarşı tərəfi dinləməyə hazırıq. Əliyev Emin Tahiroğlu, Goranboy rayon Təhlə kəndində yaşayıram. Hazırda ailəliyəm. Ailədə 5 nəfərik. 3 az yaşlı uşağımız var. Özüm hərbi xidmətlə 3-cü qrup əliləm. Pensiyadan başqa gəlir yerimiz yoxdur. Oğlum Əliyev İslam Eminoğlu sentyabr ayının 19-da gecə saat 1 radələrində sudurğa keçdi. Təcili tibbi yardımla Goranboy rayon xəstəxanasına apardı. Orada tibbi yardım göstərildi. Oradan nevropatoloqdan dedilər ki, bunu aparıb Mingəçevir şəhərində başını EQ elətdirmək lazımdır. Arzu həkimin də yanına getdim. Arzu həkim dedi ki, bunda ola bilər ki, bu qızdırmadan olubdur. Bunu getməlidir, başından EQ olunmalıdır. Mingəçevir şəhərinə apardım, orada nevropatoloq uşaq həkiminə apardım. Orada başını EQ elətdirdim. EQ elətdirəndən sonra cavablarını dedi, bu gördüyünüz kimi burada cavablar da hamısı yazılıbdır. Nevropatoloq dərman da yazıbdır, resept də buradadır. Mənim də gücüm çatmır bunları elətdirməyə. Dedi ki, bu nevropatoloq deyir ki, bu Bakı şəhərində uşaq xəstəxanasında yatmalıdır, yatış olmalıdır. Bunun müalicələri olunmalıdır. Mənim də gücüm çatmır. Mən bu müalicələri elətdirməyə xahiş edirəm ki, mənə bir köməklik göstərsinlər. Goranboy rayon icra hakimiyyətində də oldum. Seymur müəllimin qəbulunda dedim ki, mənim uşağımın müalicələrini elətdirməyə mənim gücüm çatmır. Sevgi xəstəxanadan burada deyin, xəstəxanaya deyin, eləyəcəklər. Mən deyir ki, mənim dərman almağa mənim gücüm çatmır. Deyir, biz yardım eləyə bilmirik, bizim gücümüz çatmır. Xahiş edirəm, mənə bir köməklik göstərəsiniz.